Bir məsələ ilə bağlı istədim bir nəzərinizə çatdırım. Bir iki videoda çıxıb qarşıma bu Bolt xidməti ilə bağlı. Deməli nədir məsələ? 4.85 reytinqi olanlara qədər, 4.80 məsələn 5-dən aşağı olan sürücülər, komfortda işləyənlər avtomatik olaraq komfortu bağlayır. Burada da bir nüans var. Nədir məsələ? Məsələn, müştəri də minib maşına, soruşur ki, maşında siqaret çəkmək olar. Təbii ki, indi hərə bir cür cavab verir. Səliqəli şəkildə, mədəni şəkildə izah edirsən ki, qardaş bu ictimai nəqliyyatdır. Həm icazə yoxdur, həm də ki, yəni sən avtobusda siqaret çəkirsənmi, digər metroda siqaret çəkirsənmi? İndi o mərhələyə gətirib çıxardanda onu izah eləyirsən də. Məsələn, bir kəlmə eləsi var ki, başa düşür həqiqətən. Deyirsən ki, qardaş incimə, icazə yoxdur. Hə, tamam, problem yoxdur, sadəcə soruşdum. Eləsi də var ki, məsələn, izah eləyirsən beləsinə, baxırsan ki, sifətin turşutdur. Artıq bəlli olur ki, o düşəndə orada sənə bir ulduz verəcək və ürəyindən keçən xoşagəlməz sözləri də yazacaq. 2 dəfə olubdu bundan məndə. Bir dəfə 4.84-ə düşüb reytinqim. Deməli 4.85 olanda komfort bağlanmır. Və mən dəstək bölməsinə yazdım, etirazımı bildirdim ki, düzgün deyil də, yəni. Nə oldu ki, bu bir ulduza, bir belə 5 ulduz verirlər, reytinq qalxmır, amma bir ulduza sən mənim komfort kateqoriyamı saldın 4.84-ə. 4.85 də olmadı. Almışım alfabet orada ağzına gələn yazır, sonda operatora bağlayır və bir nəfər də şablon cavablar verir. Bəs belədir, elədir, siz 50 müştəri aparın. Nəyə görə ki, mən müştəri aparanda müştəriyə süni olsa da ona xoşa gəlim deyə nəsə bir nətər deyim, aktyorluq etməliyəm və yaxud düşəndə ondan 5 ulduz dilənməliyəm. Nəyə görə? Yəni o da məndən necə deyirlər, istifadə edir, maşınımdan istifadə edir. Mənə onun əvəzində yəni gediş haqqını ödəyir. Mən də ona xidmət göstərirəm. Nə mən ondan artıq kişinin oğlu deyiləm, nə o məndən artıq kişinin oğlu deyil və yaxud da ki, əksinə. Burada Bolt sürücünü bax bu vəziyyətə salır ki, qarşımıza çıxıb da bir çoxu deməyək, bəziləri görürük ki, məsələn, düşəndə aktyorluğa qoyur özünü və yaxud işinin xətrəsi üçün nəysə də hansısa bir variantlarla müştəridən belə deyək, ulduz istəyir. Bu biraz bilirsiniz yenə taksinin hörmətini salır aşağı. Qaldı ki, dəfələrlə qarşıma da çıxıbdı kateqoriya açmayın. Qardaşım, mən gediş qovmuram, mən belə deyək, bonus tutmuram, açmıram, Boltu açmıram. İndi bir çox adamlar var ki, məsələn, gündəlik gedib 40-45 manata maşın götürür, sahibkar maşını sürür. Nəyə görə bu adam Kobalt yox, digər nətər deyək, ekonom klası yox, komfort götürüb 40-45 manat ödəniş eləməlidir. Ekonom daşımalıdır. Nəyə görə? Hansısa bir müştərinin, məsələn, deyir, orada saxla, burada saxla, düşün dükana falan şey alım, bütün bazarlığın eləyir. Baxırsan ki, qardaş, sənin vaxtın gedir. Düşəndə də deyək 4 manat 50 qəpik yazıbsa 5 manat hörmətini eləyir və yaxud 1 manat artıq hörmətini eləyir, çıxır gedir. Etirazı bildirəndə ki, qardaş belə olmur da. Yəni bunu sən əvvəlcədən bir dənə taksi vur, bir istiqamət vur, düş mağazindən alış-verişini elə, bir dənə də taksi vur, çıx evinə də. Sən bunu irad tutanda başlayır orada və yaxud səndən xoşu gəlmədi. Oturdu müştəri də arxada, nə bilim, nə olar da hər bir tipi var. Sənin tipindən xoşu gəlmədi. Düşəndə yenə kobud davranış, nə bilim, ağzına gələni yazdı, bir ulduz verdi. Bolt araşdırmadan, etmədən birbaşa sənin komfortunu əlindən aldı. Qardaş, bilmirik, yəni hər il bu Bolt bir dənə nəsə bir sürprizlə taksi sürücülərini qızıqlandırmalıdır, özündən çıxartmalıdır. Belə olmur da, yəni belə olmur. Digər ölkələrdə də taksilər fəaliyyət göstərir. Baxırsan ki, yəni necə mədəni, necə kulturlu, yəni taksi sürücüsü işindən məmnundur. Bizdə hansı taksiyə oturursan, belə lord dildə deyəcəm, üzündən zəhirmar tökülür. Nəyə görə? Ancaq problem, ancaq problem. Bəsdirin də, bəsdirin. Qoyun işləyək normal, sürücülərlə normal rəftarımızı eləyək, əsəbi olmayaq, evdən çıxanda, işə gedəndə, işdən qayıdanda. Bunlar hamısı gəlir, inanın Allaha, nə bilim, çox problem sayaram da. Yəni bununla bağlı çox problem sayaram. Düzəlmir də qardaş. Bizdə, bizim ölkədə bu taksi sistemi çökür. Gündən günə hər dəfə deyirik düzələcək, düzələcək, yaxşı olacaq, həmişə bir problem çıxır. Vallahi olmur belə. Billah olmur belə. Nəysə.